Səhər əvvəli vaxtda kəllələri ki, çıxartdıq qazandan, bucursuna qoyuq kənarda soğuya, ta rahatlar ətdən ayıraq. Bu nənə qurban bir tikəsində bir işini. Müştəri çağırılmamış qonaqdır. Həmişə gərək burada Gəzən benəh və əhsən amada olar. Səlamat sənə, rəis olur əsas, xoş gəlmisən. Şənənin də çəhməsinin düzü budur ki, əvvəlcən kasanı dağladasınız. Və bir daha da bala beyin, axirdə şənənin yaraşırdır. Ata-babadan qalan işin gərək hörmətini saxlayasan. Bizim təbrizimizdə kəlləpaçanı bu cür dağlarlar, verərlər müştəriyə, isti-isti serv verərlər. Yağ gələcək üstünə. Mən yoldaşımı tək qoymaram bu işdə. Doğrudan da eşqilən gəlirəm bu işə. Sübh saat 5-də durmaq biraz çətin işdir. Mən üçün əlaqəm var işimə, əmirə, dükanımıza, şoğlumuza, eynimə gəlmək. Xalqla, müştəri ilə keçinmək bizim əvvəldən elə dükanımızın rivalı olubdur. Səy eləmiş o qiymətlərimiz münsifana olub. Bizdə əvvəldən elə pişirdiyimiz qoyun kəlləpaçasıdır. Və kəlləpaçanın da düzü odur ki, qoyun kəlləpaçası olar. Həm yeməli olar, həm istilik. Mənim dostlarımın heç birisi inanmaz ki, mən 1365-əm. Və ata-babadan da biz quşoğlu deyirik. Və 50 ildən də çoxdur ki, bu işləyik. Bu damar işi görürsünüz, bizdə bunun xahanı vardı. Saylarımız da Cilanar sayıdır. Adresimiz də Otoban Kəsayədən Talıqaniyə düşəndə düz meydanın nəbşin deyirik.